Əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda mən həftəlik proqnoz edəcəm. 3 dənə variant olacaq. Variantlardan birini seçəcəksiniz. Hansı sizə uyğundur, hansı intuitiv olaraq sizi çəkirsə, onu da seçirsiniz. Bəzən yazırlar ki, çətinlik çəkirik seçimdə. Yəni gözünüzü bağlayın, hansı ilk rəqəm gəlirsə 3 variantdan onu da seçə bilərsiniz. Yəni burada çətin bir şey yoxdur. Çalışın, intuitiv seçin. Ya da hansı variant sizi çəkirsə, yəni hansı kart sizi daha çox çəkirsə, onu da seçə bilərsiniz. Xatırlatmaq istəyirəm ki, baxımlar ümumidir. Şəxsi baxım istəsəniz, yəni tam sizə uyğun, bunun üçün yazırsınız Instagramıma. Instagram səhifəmin adı və linki göstərilib videomun altında. Deməli, mən sizə çox gözləmək istəmirəm. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra davam edə bilərsiniz baxıma. Deməli, gəlin başlayaq. Deməli, burada həftə boyu sizdə ilişkidə gözəl görüşlər ola bilər. Yəni, ikinci yarınız varsa, ikinci yarınızla görüş ola bilər. Əgər ikinci yarınız yoxdursa, belə bir insan çıxa bilər qabağınıza, hansı ki ilişkiyə uyğun ola bilər və duyğusal gözəl bir görüşlərin olacağı bir həftə sizi gözləyir. Yəni, bu həm bir neçə gözəl görüşün ola bilər, ya da ki tək, amma çox yaxşı iz qoyan ürəyinizdə duyğusal olaraq tətmin edici bir his qoya bilər. Yalnızca burada bir dənə şeyə nəzər çatdırmaq istəyirəm nəzərinizə. Deməli, burada belə bir şey ola bilər ki, ya sizin ya da ki qarşı tərəfin bir neçə variant seçimi olsun. Yəni, ilişki təzədirsə, ilişki tam belə oturmayıbsa, burada bu insanın bir neçə qabağında seçim ola bilər. Yəni, seçimlər həm insan, yəni sizdən başqa bir insanlara da yönəlik ola bilər, həmçinin də bir neçə seçim sizin ilişkinizlə bağlı seçimlər ola bilər. Yəni, belə bir şey qabağında dura bilər. Ya sizin, ya da ki qarşı tərəfdən olan insanın. Həmçinin də deməli, burada görüş üçün, yəni distansiyada olanlar, yəni kim ki görüşü gözləyir, belə bir görüşlə bağlı danışıq aparıla bilər, ya da ki görüş konkret artıq baş verə bilər. Çünki burada görüşdən çox gözəl hansısa duyğusallıq və tətmin edici hisslər ala bilərsiniz. Həmçinin də davadasınızsa barışıqlıq ola bilər, ya da belə bir şey ola bilər ki, qabağınıza başqa bir adam çıxır, hansı ki sizə daha uyğun gəlir və tətmin edici, artıq deyirsən ki, bu adam mənə daha uyğun gəlir və unudursunuz hansısa problemlərinizi, negativ emosiyalarınızı. Deməli, burada həftə boyu evlə bağlı məsələlər aktual ola bilər. Həmçinin də ailə ortamında nə isə qeyd etmə. Deməli, burada qeyd etmə daha çox ev ortamı verən bir istilik kimi ola bilər. Sizin işinizdə və ya təhsilinizdə deməli, sizdən yaşca olan böyük insanlara diqqət yetirin. Yəni, onlardan gələn məyusluq hissi ola bilər. Yəni, bu insanlar sizə biraz həm yaşca, həm də status olaraq sizdən böyük bir insanlardan onları məyus etməkdən ya da onlarla hər hansı bir diyaloq keçirərkən diqqətli olun, çünki məyusluq ala bilərsiniz. Yəni, gözləmədiyiniz bir şəkildə nəsə baş verə bilər. O insan elə bir addım ata bilər ki, sizi məyus etsin. Maddiyyatınızda burada sizin rəsmi hansısa məqamları həll etmə durumunuz yarana bilər. Həmçinin rəsmi dairələr, rəsmi yerlərdən hansısa sənədləri həll etmə durumunda qala bilərsiniz. Bu hansısa pulu əldə etmək üçün ya da əldə olunan pullara görə həll olunan sənədlər ola bilər. Həmçinin də sosial şəbəkələr üzərindən qurulan hansısa bizneslərdən pul əldə edə bilərsiniz. Yəni, burada yaxşı bir imkan yarana bilər, dəyərləndirin. Həmçinin də qeyd etmək istəyirəm ki, deməli, həftə boyu od ünsürü olan insanlara diqqət yetirirsiniz. Od ünsüründən olan insanlar, deməli, qoç, şir, oxatan ola bilər və torpaq ünsüründən diqqətli olursunuz. Torpaq ünsüründən deməli
qız, boğa, oğlaq ola bilər. Belə insanlara diqqət yetirirsiniz həftə boyu. Burada şəxsi həyatınızda gözəl hadisələr baş verə bilər. Yəni içinizi isidən, sizə bayrammış kimi gələn bir hadisə baş verə bilər ilişkidə. Həmçinin də burada neysə qeyd etmə durumu ola bilər. Ayrıydınızsa ya da ki problem vardısa ilişkidə onlar həll oluna bilər ya da ki elə bir insan qabağınıza çıxa bilər ki artıq sizin keçmiş hansısa problemlərinizi sizə unutdura bilər. Yalnızca burada qaçının hansısa bir günlük ilişkilərdən və həmçinin güvənilməz insanlardan, hansılar ki sizi aldada bilər, sizə xəyanət edə bilər. Yəni belə insanlardan qaçının. Həmçində qeyd etmək istəyirəm ki, burada belə bir şey də ola bilər ki, hər hansı bir şəxsi həyatda yaşanılan bir problem dost ya da sizin yaxınlarınız tərəfindən sizə dəstək naminə sizə unutdura bilərlər belə şeyləri. Yəni deyək ki, dost ortamınız var, hansı ki deyir artıq depressiyadan çıx ya da o problemləri unut, gəl gedək əylənək. Yəni belə bir şey də aktual ola bilər. Deməli, iş və ya təhsildə burada nəyisə gözləmə durumu ola bilər ya da ki hansısa uzaq bu mentalda ola bilər. Yəni nəyisə uzaq fikirləşmə, yəni bugünlük deyil də daha çox perspektivə, daha çox gələcəyə yönəlik nəyisə fikirləşirik. Həmçinin də bu real bir distansiyada ola bilər. Haçan ki biz fikirləşirik ki, bəlkə burada deyil də gedim başqa yerdə, hansısa başqa şəhərdə, başqa ölkədə, başqa yəni öz olduğunuz yerdən başqa uzaq bir yerdə işimi və ya təhsilimi davam etdirim ya da ki işimi və ya təhsilimi yoluna qoyum. Yəni belə bir şey aktual ola bilər. Həmçində bu mental olaraq da ola bilər ki, daha uzağı fikirləşməliyəm, daha deyək ki gələcəyə, amma bu uzaq gələcəyə fikirləşmə yönəlik ola bilər və həmçinin də bəzi insanlarda bu nəyisə gözləmə durumu da ola bilər. Yəni artıq gözləyirəm, nəticə almaq istəyirəm. Yəni bu da aktual ola bilər. Və qeyd etmək istəyirəm ki, bu yalnızca sizdən asılı olmayan, yəni başqa insanların da qaçdığı bir durum ola bilər ya da ki bir neçə yerdən siz nəsə gözləyə bilərsiniz. Bu da aktual ola bilər. Yəni deyək ki, bir neçə insandan gözləyə bilərsiniz. Həmçində bir neçə yerdən bu asılı ola bilər ki, bir neçə yerdən xəbər gözləyirəm ya da bir neçə yerdən mənim işim keçməlidir. Yəni bu da aktual ola bilər. Deməli, maddiyyatınızda burada sizin günlük hansısa xərcləmələriniz ola bilər, həmçinin günlük yola xərcləməniz ola bilər. Amma burada həmçinin də tez bir vaxtda hansısa pulların alınması da ola bilər. Amma burada yalnızca qaçının deyək ki, çox qapanmaqdan və həmçinin də çox xərcləməmə baskısından. Yəni burada belə bir şey ola bilər ki, xərcləməyim qalsın, xərcləməyim dursun ya da ki gözlədiyiniz hansısa bir insandan belə bir addım ala bilərsiniz ki, o insan cimrilik eləsin. Yəni bunu da tez bir vaxtda öyrənə bilərsiniz ki, o insan hansından ki gözləyirsiniz cimridir, yəni istəmir sizə ödənişi etsin ya da elə eləyir ki cırmaq edir ya da ki sizin üstünüzə baskı uygulana bilər ki, çox xərcləmə, etmə. Amma bu yanlış olacaq, çünki belə etsəniz, yəni daha da uzaq gələcəkdə maddiyyatınız qapana bilər, yəni maddi imkanlarınız qapana bilər. Deməli, həftə boyu burada sizə yaxşı, yəni ümumiyyətcə burada həftə boyu belə bir şey ola bilər ki, çoxlu insanların, başqa insanların müdaxiləsi olsun. Yəni sizin özünüzdən asılı olmayan durumların bol olacağı bir həftə ola bilər. Yəni siz etsəniz belə sizdən çox da şey asılı deyil. Həmçinin də başqa insanların təsiri sizə güclü olacaq həftə boyu. Yəni indi bilmirəm bu sizin xoşunuza gələr ya yox. Yəni elə insanlar var ki, belə bir durumla okeydirlər. Amma burada müdaxilə olacaq sizə və həmçinin də
dost çevrəniz genişdirsə, daha da genişləyəcək. Dost çevrəniz yoxdursa, burada dost çevrənizin genişləndiyi bir durum var və həmçinin də dostlarınızdan və ya qarşınıza dost naminə çıxan insanlardan hansısa yaxşı köməkləşmə durumu ola bilər. Yəni biz eyni nöqtəyə baxırıq, eyni yola baxırıq, yəni birlikdə nə isə edirik və o insan, yəni qarşınıza çıxan insan dost kimi, sizə kompanyon kimi, yəni sizinlə birlikdə nə isə edir və siz eyni fikirləşirsiniz və belə bir insanlardan siz yaxşı bir məsləhət, yaxşı bir kömək ala bilərsiniz. Ona görə bu həftə qaçınmayın dostluq qurmaqdan, kiminsə köməyindən qaçınmayın. Çalışın belə insanlar, görürsünüz ki, sizə oxşayan bir insandır ya da sizin xoşunuza gələn, sizə uyğun bir insandır. Dostluq qurun, çəkinməyin, danışın, əlaqə qurun. Deməli, burada sizin deməli işinizdə və ya təhsilinizdə çoxlu danışıqlar, yazışmalar, belə çoxlu kommunikasiyanın bu olacağı bir həftə gözləyir. Yəni bu yaxşı bir kommunikasiyadır. Həmçinin də negativ olmayan bir, yəni gündəlik də olsa, yəni çox da pozitiv olmasa belə, ən azından negativ olmayacaq. Yəni burada daha çox pozitivlik gözləyə bilərsiniz. Yəni burada həm maddi, həm də gündəlik kommunikasiyanın bu olacağı bir həftə gözləyir. Yəni iş və ya təhsil baxımından. Həmçində qeyd etmək istəyirəm ki, deməli maddiyyatınızda burada hansısa deyək ki, yeyib içmək kimi, yəni belə qeyd etmək kimi bir yerlərə pul xərclənilə bilər. Həmçində belə sferalardan, misal üçün kafe, restoran, əyləncə, belə sektordan pulun gəlişi də ola bilər. Həm xərcləmə, həm də gəliş baxır sizin sferanıza. Həmçində qeyd etmək istəyirəm ki, deməli burada həftə boyu biraz durğunluq baş verə bilər, qəlb qırıqlığı baş verə bilər. Burada həmçinin tutan insanlar biraz qəlb qırıqlığı artıq yaşamış ola bilər. Belə bir şey yoxdursa bu baş verə bilər. Ona görə qaçının. Çünki burada başqa insanların ucbatından, yəni başqa şəxslərin qatışmağı ucbatından qəlb qırıqlığı baş verə bilər və həmçinin bəzi insanlarda xəyanətə uğramış hissi yarana bilər ki, xəyanət baş verib. Yəni bu xəyanət həm ilişkidə baş verə bilər, həm də ki, ümumiyyətcə sizin çevrənizdən xəyanət kimi gördüyünüz, yəni belə bir situasiya yarana bilər. Həmçinin də burada ani sizdə durma nöqtəsinə gələn proseslər olacaq. Yəni durma nöqtəsi artıq bitir, geri dönüşü olmayacaq dərəcədə bitir və həmçinin də sizdə belə bir hissiyat yarana bilər ki, mən artıq heç nə istəmirəm, biraz stoplayım, biraz fikirləşim, biraz nə baş verdiyini anlayım həyatımda. Yəni belə bir şey ola bilər. Ani xəstəliklərdən qaçının. Burada ani sizin addım atmayacaq dərəcədə bir xəstəliyiniz yarana bilər. Yəni həm bu baş gicəlləntisi ola bilər, həmçinin bu onurğa sistemi ola bilər və həmçinin də bu mental olaraq hansısa problem yaşaya bilərsiniz. Hansında ki, siz durmaq istəmirsiniz. Yəni uzanım, yatım, durmaq ya da nə isə etmək istəmirəm. Bəzi insanlarda bu aktual ola bilər. Deməli, şəxsi həyatınızda burada problem yaşaya bilərsiniz. Bu həm indi, yəni bu həftə, həm sonrasında ola bilər. Yəni daha uzaq gələcəkdə də baş verə bilər və həmçinin də gecə vaxtı alınan hər hansı bir xəbərdə siz narahatçılıq yaşaya bilərsiniz. Yəni gecə vaxtları nə isə danışarkən ya da hər hansı bir xəbəri alarkən negativ emosiyalar ala bilərsiniz və bu həm gecə vaxtı baş verir, həm də ki, sizin şəxsi həyatınızla əlaqədar olur. Yəni diqqətli olun.